Salam, hər bir vaxtınız xeyirli olsun. Deməyə belə bir orijinal pultu təmirə gətiriblər. Orta barabanı sıxıb və fikir versəz, zavodskoy batareykalara bexalı qalinidir. Biz bunu bərpa eləyək, ortağına nəticəni bir yerdə izləyək. Demək, bu pultun NFC tanıtma rejimi də var. Mobil telefonu üzərinə qoyub, televizorda gedən verilişi izləmək olar. Yəni, mobil telefonu üzərinə qoyandan sonra, tanıdandan sonra naushniklərə verir səsi və burada fikir versəz N işarəsi var. Bunlar hamısı təmizlənəcək. Qırılan hissə bu hissədir. Bunları ayırdıq. Hazırda ölçü vardı, götürürük. Demək, bu qaydada lazer vasitəsilə dəyişdik. Demək, bu qaydada dəmirdən yığdıq. Burada bütün hissələr təmizləndi. Burada vacib arqumentlərdən biri odur ki, heç bir zamok ısınmadı pult açanda. Membranları da təmizlədik. Membranları üzərinə milə-mil bərpa elədik. Hal-hazırda laboratorun adaptörə qoşmuşuq, proseslər dərəcəsini ölçürük. Hər bir şey yaxşıya doğrudur. Əsas bu balansı tutmalıdır, yəni çox çətin kombinasiyada. Hər bir şey yaxşıdır. Hər bir şey işləyir. Belə bir kabralarımız da var. Həm qalındır, həm konsentrant vermir, həm anti-udardır. İşlətmədiyiz dövrdə bu qaydada saxlasaz daha yaxşı olar. Və adi bir prostoy pultuvuzda olsa istifadə eləmək üçün, yəni gücü buna verməyək, lap yaxşı olar. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.